Hörmətli cənab baş nazir, hörmətli dövlət başçıları, xanımlar və cənablar. İlk növbədə qonaqpərvərliyə görə baş nazir Viktor Orbana təşəkkürümü bildirirəm. Azərbaycanla Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur. Bu mənim Macaristana 6-cı səfərimdir. Cənab Orban isə Azərbaycana 7 dəfə səfər etmişdir. Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır. Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır. Bütün əldə edilmiş uğurlar münasibəti ilə baş nazir Viktor Orbanı təbrik edirəm. Türk Dövlətləri Təşkilatının dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi zirvə görüşü keçirilmişdir. Şadam ki, bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi zirvə görüşü təşkil olunur. Prezident Sadır Japarovu Qırğızstanın hazırda təşkilata uğurlu sədrliyinə görə təbrik edirəm. Bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi zirvə görüşünə ev sahibliyi edəcək və sizi zirvə görüşündə iştirak etmək üçün Azərbaycana dəvət edirəm. Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur. Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna, avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmi qayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə açıq dənizlərə çıxışı olmasa da, Azərbaycan Avrasiyanın nəqliyyat logistika mərkəzlərindən birinə çevrilmişdir. Türkiyə və Mərkəzi Asiya dövlətlərinin Azərbaycan üzərindən tranzit keçən daşımalarının həcmi 2024-cü ildə 11 milyon ton təşkil etmişdir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşuq. Orta dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Kars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır. Orta dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan, Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı Gəmir Qayırma Zavodunda 10 yeni gəmi inşa edilir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yük aşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq. Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin 1,5 milyon ton yük qəbul etmə imkanı olan kargo terminalı inşa edilir. Hörmətli həmkarlar, bildiyiniz kimi təxminən 200 ölkənin yekdil qərarı ilə 2024-cü ilin noyabr ayında Azərbaycanda COP29 kimi mötəbər konferans keçirilmişdir. Hazırlıq üçün cəmi 11 ay vaxt olmasına baxmayaraq COP29-u yüksək səviyyədə təşkil etməyə nail olduq. 77 min qeydiyyatdan keçmiş iştirakçı 197 ölkəni təmsil edirdi. Konferansda 70 dövlət və hökumət başçısı iştirak etmişdir. Azərbaycan COP29-da qlobal cənubla qlobal şimal arasında körpü qurmağa müvəffəq oldu. Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edildi. Əsas nailiyyət
inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan yeni maliyyə hədəfi barədə razılaşmadır. Bundan başqa, 10 il ərzində razılıq əldə edilməsi mümkün olmayan karbon bazarlarının tənzimlənməsi barədə konsensusa nail olundu, itki və zərər fondu işlək vəziyyətə gətirildi. COP29 böyük uğurlara imza atmış və tarixə Bakı sıçrayışı kimi daxil olmuşdur. COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi imzalanmışdır. Bu saziş ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qaradəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır. Çıxışımın sonunda Macarıstanı qeyri-rəsmi zirvə görüşünün uğurlu təşkilinə görə təbrik edir. Türk Dövlətləri Təşkilatının fəaliyyətinə uğurlar arzulayıram. Sağ olun.